Hər xalqın özünə məxsus yeməkləri olduğu kimi saxurların da özünə məxsus yeməkləri var. Bir çox yeməkləri var və siz çoxunu tanıyırsınız. Amma bugün çəkdiyimiz yemək çox nadir yeməklərdəndir və siz də tanış deyilsiniz. Mən də tanış deyiləm. Uşaqlar salam. Salam. Necəsiz? Yaxşı. Naxurna. Yuppa. Nəhibnə yedar. Yuppa, şunəm, yuppa ne? Şükür Allaha. Bizdə elə yub var. Biz də yaxşıyıq. Çox sağ olun. Bucağına koyuqar şu. Canımız sağ olsun. Ne pişirirsiniz siz? Nə bişirirsiniz siz? Hə, o Bucağına demək. koyuqar şu. Cona, Bucağına koyuqar şu. nə bişirirsiniz? Ne pişirirsiniz? Hə, nə bişirəcəyik? Bugün biz Dağlıdayıq. Gəlmişik Dağlının ən çox istifadə etdiyi yeməkləri çəkməyə. Biz Suvagildə olduq. Suvagildə bizə girs bişirdilər. Sizdən də gözləyirik fərqli bir yemək olsun ki, hansı ki o yeməyi bizim tamaşaçılar görməyib. İndi görəcəklər. Nədir yeməyin adı? Sind. Sint. Çin. Sint yeməyi deyəsən yayda bişirmirsiniz. Ən çox qış aylarında, soyuq aylarda. Nədən istifadə olunur? Nə yeyəcəyik bugün? Cəhbə baqali koyuqar. Baqali koyuqar. Qiqa divikana qonqum. Qonqum yıqada amba çurubu. Yisen qahat Yisen Johnny qahacıqrəyi. Çıxaynan çurubu da. Qeqqin çuru da qonqum yıqa. Mançili qiqa man qoxaraan. Xirici qoxaraan. Qoxarı ilə qiqa ucuha. İndi xanım nə dedi, siz onu deyin. Deməli, bizim Hala sipava avxunadı. Sind yeməyi bizim zaxorlara məxsus milli xörəyimizdir. Sindi bişirmək üçün lobyanı bişirirlər. Lobyanın özünün tün suyu olur. Ona görə suya salınır, bir pörtlədilib onun suyu atılır. Kənarda da qazan asılır, qazana da qaxaclar tökülür. Qaxac tökdükdən sonra su qaynayanda, qaxac xeyli bişdikdən sonra qaynayan suya həmən pörtlənmiş lobya suyu çıxarılmış lobyanı da əlavə eləyirlər. Qazan qaynayanda ora bir ovuc doğranmış, xırda doğranmış soğan da tökürlər. Normal xodda həmən qaxac bişənə kimi, qaxacla lobya bişənə kimi biz qazanı bişirməliyik. Qaynatmalıyıq daha doğrusu. Qaynatmalıyıq. Kənarda da biz qazanı asan kimi ya biraz ət bişənə yaxın da olur. Ancaq xəmir özünə gəlsin deyə xəmiri biraz tez yoğuranda yaxşı olur. Həmən yoğurulmuş xəmiri bax bu qaydada doğrayıb, birinci uzunlamasına, sonra xırda şəkildə doğrayıb barmaqla çəkilir. Bunun böyük forması bizdə sürhüllü deyirlər. Onun elə bil ki, balaca formasıdır. Amma bu sürhülü deyil. Bu sürhüllü deyil. Bu sind adlanır. Sind. Demək olar, sırf saxorlara Lobya tökmürlər. Sırf saxor xalqına məxsus bir xörəkdir, bir yeməkdir. Özü də bu saxor xalqı əsasən xəmir xörəklərinə üstünlük verir. Sürhüllüdür, zinddir, ondan sonra ələdir. Ət yeməyi də daha çox üstünlük verirsiniz. Əsas Quyruğa, qaxac yağa. yeməkləri qış üçün biz bunun içinə hətta doldurulmuş bağırsaq da tökmüşük. Onun içinə döyülmüş ət doldurulur. Təbii bağırsaqdır, təbii ətdir. Soğan da ayrı, heç bir də ədvalar qatılır. Düzdür, əsas sürhüllünün içinə atırlar o doldurmuş əti. Ancaq bu sindin içinə atanda o da yaxşı dad verir. Bizim tamaşaçılar da bu yeməyi rahatlıqla bişirə biləcəklər. Əvvəlcə duz, un və su. Nə yumuşaq, nə bərk xəmir yoğuracaqlar, yayacaqlar. Bu qalınlıqda olmalıdır xəmir. Ondan sonra bıçaqla kəsilir, uzun-uzun belə bu formada. Sonra xırda-xırda doğranılır. Ət qoyun əti də ola bilər, mal əti də ola bilər, lobya ilə, maşa deyə bilərik də ona. Qoyun əti də ola bilər, qaynadırlar. Əti də ola bilər, qurudulmuş ət olmalıdır. Yalnız qurumuş ət. Belə ətlə olmayacaq. Yox, yalnız bu ət sürhüllünü düzdür, toyuqdan da bişirirlər. Yox, mən deyək ki, Bakıdakı tamaşaçılarda və yaxud digər bölgələrdə adi ətlə suyun, əsas suyun tamı deyil. Elə dad verən ona qaxac olur. Artıq gördük ki, şorba tam bişibdir, lobya da içində bişibdir, ət də bişibdir. Bişəndən sonra bunları əlavə edəcəyik. Bu çəkilmiş zindləri qazana tökəcəyik. Rahat şeydir. Ondan sonra elə bunları xəmiri hazır çəkilmiş zindləri qazana əlavə eləyəndən sonra soğan, qovrulmuş kənardan soğanı da onun üstünə tökəcəyik. Vəssalam. 15-20 dəqiqə qaynadıqdan sonra hazırdır yemək.
bişirim deyən xanımlar məhz bu yeməkdən bişirib dadına baxa bilərlər. Çox sağ olun xanımlar, əllərinizə sağlıq, ürəyinizə sağlıq. Allah süfrənizi həmişə belə bərəkətli eləsin ki, siz də belə yeməklər bişirəsiniz.